Hər şeyi bilirəm, amma niyə etmirəm? Mən çox oxumuşam, mən çox öyrənmişəm, mən çox məlumatlar almışam, kurslar keçmişəm, astroloji proqnozlar etdirmişəm, numeroloji təhlillər etmişəm. Səbəblərini bilirəm, bəs niyə addım atmıram? Bəs niyə hər şeyi bildiyim halda bilirəm ki, mən bunu etsəm mənim üçün yaxşı olacaq, bilirəm ki, mən bunu etsəm uğur gələcək, imkanlar açılacaq, fürsətlər gələcək. Bəs niyə etmirəm? Bunun bircə dənə səbəbi var. Maneə, blok və bunun da mənası qorxular. Yəni bizi dayandıran yeganə güc qorxulardır. Bu qorxular da hər kəsdə fərqlidir. Yəni hamıda eyni olsa, elə eyni sanki bütün xəstələr gəlir həkimə. Həkim hamının fərqli müayinəsini edir, amma hamıya eyni resept yazır. Bu necə olar? Təbii ki, hamıya bu effektli nəticə verə bilməz. Ona görə də hər birimizin özümüzə aid qorxularımız var. Bunu bilmək üçün yəni yenə də dönməliyik özümüzə, içimizə, özümüzlə əlaqə qurmalıyıq, sual cavablar verməliyik. Mən nədən qorxuram? Bu olsa nə olacaq? O olsa reaksiyam nə olacaq? Mənim üçün təhlükəli nə olacaq? Yəni belə iç-içə suallar verərək biz o qorxunu tapa bilərik və yaxud da yenə də gedə bilərik mütəxəssisə, o bizə həmin sualları verə bilər. O dərinlik qatındadır. Yəni qorxu deyirik, konkret mənim qorxum var. Tapırıq, mənim filan qorxum var. Və getdikcə o qorxunun biraz dərinliyinə ki, bu niyə yaranıb, nədən yaranıb, nə vaxt olub, qorxmasaydım nə olardı bu qorxudan? Yəni o beyində bir senari var. Artıq o elə qurulub, sənin o istəyin arasında bir divar kimi hörülüb və səni o divarı aşmağına icazə vermir. Onu tapıb o divarları yıxmağımız lazımdır ki, istəyimizə çataq. Bunun üçün də sadəcə yəni o qorxumuzdan başlamaq lazımdır. Mən bu qədər həqiqətən də oxumuşam, araşdırmışam, müşahidələr, insanların müraciətləri. Baxırsan ki, hər birimizin nə isə etməməyimizin altında qorxu durur. Hətta ən bilgili insan ola bilərsən, ən özünə güvənli insan ola bilərsən, yenə də yəni bu qorxular bizi addım atmağımıza maneə yaradır. İmkanlar açmağımıza mane olur. Yəni tək səbəb uğurlu insanlar deyirik, onlar bizdən nə ilə fərqlidir? Tək səbəbi qorxuları yoxdur deməyəcəm. Hər kəsin qorxusu var. Amma kimin nədə, necə qorxusu var? Məsələ budur. Bizim üçün qorxulu görünən bir şey başqası üçün çox adi ola bilər. Başqası üçün çox adi bir şey bizim üçün qorxulu ola bilər. Yəni məsələ budur ki, hər kəs öz qorxusundan yola çıxmalı. Hər kəs öz qorxusu ilə tanış olmalıdır. Yəni onu həll etməyə çalışmalıdır. Dediyim səbəb, yəni qorxumuzu tapmaqdır. Bundakı yenə də özümüzü öyrənməklə, özümüzü tanımaqla, müşahidə etməklə, yəni biraz özümüzlə işləməsək, elə bilirəm ki, nəticə gözə çarpan olmayacaq da. Harasa getmək istəyirik, amma anında o getmək istəyimizin qarşısına bir maneə gəlir. Demək, o maneə nə idi? Qorxular idi. Necə gedəcəksən, nə ilə gedəcəksən, hardan gedəcəksən, getsən nə olacaq, bilinməzlikləri getmək ümumiyyətlə qorxuludur. Yəni, istəklərimizin qarşısını alan o maneələrdir.
Və indi də düzdür, bir çox şeylər edirik biz. Tanıyırıq, özümüzə deyirik ki, sən busan, sənin bu qorxun var, bu tapıldı. Bəs o qorxunu həll etməyimiz üçün nə edirik? Heç nə etmiriksə, yenə də qorxmağa davam edirik. Məqsədimiz o qorxunu aşmaqdırsa, o qorxunun üzərində işləməliyik. Yəni əsas düyün düşünürəm ki, buradadır. O düyün açılsa, biz növbəti etapa keçəcəyik. Və yenə də orada istədiyimiz nəysə varsa, onun qarşısına yenə qorxu varsa, yəni onu həll edirik. Belə-belə, yəni bütün istəklərimizin qarşısındakı maneələri, o düyünləri aça-aça gedirik və nəticədə bəlkə də o istədiyimiz yerdə oluruq. İstədiklərimizi əldə etmiş bir insana çevrilirik. Düzdür, insanın istəkləri, arzuları, olmaq istədiyi yerlər sonsuzdur, bitməz, tükənməzdir. Bəlkə də düzdür, müəyyən vaxtda deyirik ki, hə, bax, mən bunu istəyirdim, əldə etdim, mən burada olmaq istəyirdim, bura çatdım. Amma inkişafdan söhbət gedirsə, yəni ki, biz davamlı irəli, davamlı yenilik, davamlı dəyişim, yəni belə etap həyatımızı davam etdiririk.